Salam əziz izləyicilər, əziz şagirdlər. Bugün mən sizlərə Lütfüzadə adına Riyaziyyat Məntiq Olimpiadası kitabının sınavının izahını verəcəm. Sınaq ondan getdiyim kimi sınaq 2-dən də davam edəcəm. Sadəcə düşünürəm ki, şagirdlər artıq ortalardadır. Deməli, birinci sualımızda deyir ki, 88 metr uzunluğundaki bir parça uzunlukları nisbəti 4/7 olan iki hissəyə ayrılır. Böyük parça küçük parçadan neçə metr uzundur? İlk önce biz bunu 4/7 nisbətidirsə yaza bilərik necə? Deməli 4x plus 7x bərabərdir 88-ə, 11x bərabərdir 88-ə, x bərabərdir 8-ə. Parçanın biri 4x-dırsa 4 vuraq 8 32'dir. Digəri 7x-dırsa 7 vuraq 8 7 vuraq 8 bərabərdir 56'dır. Və deyir ki, böyük parça kiçik parçadan neçə metr uzundur deyirsə, 56'dan çıxırıq 32-ni eləyəcək 24. C variantı. İkinci sualımızda. Bu sualları mən yazdıqca qeyd eləyin. PDF formasında da atacağım sizə. İkinci sual. Deməli 2.095.639 ədədində 5 rəqəminin mərtəbə qiyməti ilə durduğu yerin mərtəbə vahidinin fərqi neçədir? Aha, mərtəbə vahidinin fərqi. 5 rəqəminin mərtəbə qiyməti ilə durduğu yerin mərtəbə vahidinin fərqi neçədir? Deməli 5 burada harda durub? Millik mərtəbə vahidində 5 yerin mərtəbə vahidində birinci, ikinci, üçün dördüncü yerdədir. Fərqi neçədir? Deməli 5 rəqəminin mərtəbə qiyməti ilə 5000, durduğu yerin mərtəbə qiyməti 1000-dir də, minlik sırasındadır. 5000-dən də 1000 çıxanda eləyəcək 4000 A variantı. Üçüncü sualımız. Üçüncü sualımızda Elvin 196 mark pulun 14/3 hissəsinə qiymətləri eyni olan 6 kitab aldı. İlk önce biz baxaq görək. 196 ədədinin 14/3 hissəsi neçə eləyir? 196'yı 14'e bölürük, vururuq 3'ə. 196'yı 14'e böləndə 1 56'nın içərisində 4 dəfə. 14 vuraq 3 bərabərdir 42'yə. 3 bərabərdir 42'yə. Deməli ədədimiz 42'dirsə, qiymətləri eyni olan 6 kitab aldısa 42'yi də bölürük 6'ya bərabər edəcək 7 A variantı. Hələ ki asan suallardır. Dördüncü suala gələk. Dördüncü sualda nə deyirik? X, Y-in qiymətidir. Deməli burada 3,5 bölünsün x bərabərdir 0,35 10.000'də 35. Buradan x'i tapmaq üçün 3,5'i bölməliyik 0,35'e. Bu tip bölmələrdə bu vergülü silirik. Buradakı rəqəmlərin sayı qədər bunu həmin mərtəbəyə vururuq. 10.000'ə vurup bu sıfırla bu sıfır gedir. Olacaq burada nə? 35.000 bölünsün 35. X eləyəcək 1000. 35'e böləndə x eləyəcək 1000. Bu hissələri silək. Hesablama hissələrini silək. İndi y-in qiymətini tapaq. Bizdən x bölə y-i soruşur. 3,5 vurulsun y bərabərdir 3500'ə. Y bərabərdir 3500 bölünsün 3,5. Bu sıfır gələndə bunu vururam 10'a. Yine 35.000 bölü 35. Y də eləyəcək 1000. Və bunların bizə bölməsini soruşur. Cavabımız eləyəcək 1 D variantı. 5-ci sualda. 5-ci sualda bölmə əməlində bölənlə bunları silək. 5-ci sualda deyir bölmə əməlində bölənlə bölənin bölünənlə bölənin fərqi 101'dir. Bölünən çıxaq bölən 1-2 yazıram. Bərabərdir 101. Natamam qismət 5 bölünənə mən x deyim. Bölənə mən y deyim.
Deməli, x bölünsün y bərabər 9 düşür, qalıq 5 eləyir. Düzdürmü? Buradan x-i biz necə tapırdıq? Bərabərdir. 9 vurulsun y üstəgələk 5. Düzdürmü? Bizə deyir bölmə əməlində bölünənlə x-la y-in fərqi 101'dir. İndi mən yazıram bura. X minus y bərabərdir 101. X-in yerinə 9y plus 5 qoyacağım. Yazıram. 9y plus 5 minus y bərabərdir 101'e. 9y-dən y çıxanda 8y. 101'dən 5 çıxanda qalacaq 96. Y də bərabərdir 12'ye. Y 12 desə bizdən nəyi soruşur? Bölənlə bölünənin hasilinin rəqəmlər cəmi. Y 12 desə 9 12'ye vuranda 12 9'a vuranda 8 108. 108'in üstə də 5 gələndə 113. X da bərabərdir 113. İndi bunların nəyinin deyir? Bölən hasilinin. 113'ü 12'ye vuraq. Kənarda vururam. Burada çox yerimiz getməsin. 6 2 1 3 1 1 eləyəcək 6 5 2 1. Deməli, ədədimiz bu şəkildə elədi. X vurulsun y bərabərdir 1256. Bunda cəm 11 13 14. A variantı bizim doğru cevabımızdır. Bu tip misallarda sadəcə olaraq diqqətli bir şəkildə gözləməlisiniz. 6-cı sual hesablamadım. 3,6 bölünsün 0,4. 3,6 bölünsün 0,4. Baxın bu 0 gedirsə bunu vururam 100'e. 100 ilə bunun 0'ı gedir eləyəcək 360 bölünsün 4 bərabərdir 90. Bu ifadə 90'dır. Növbəti 0,18 bölünsün 0,009. 3 rəqəmdirsə 1000'e vururuq. 1000'in 2 sıfırla bu vergül gedir. Olacaq 180 bölək 9. Bu eləyəcək 20. 12 bölünsün 0,2. Bu vergül gedəcək 10'a vurulacaq. 122'ye böləndə 60. Bu fərq eləyəcək 60. 90 üstə 20 gələndə eləyəcək 110. Çıxaq 60 bərabərdir 50 C variantına. Bu da bizim 6-cı sualımız. 7-ci sualımıza baxaq. Sınaq 12'yi tam şəkildə yükləyəcəm. İnşallah növbəti kitablarımızın video izahında çəkəcəm. Deyir ədədi 9 dəfə artırdıqda 297'dən 3 dəfə kiçik ədəd alınır. Tənlik qurmaqda ədəd 9 dəfə artırırsan. X vuraq 9 bərabərdir 297'dən 3 dəfə kiçik deyəndə 3'ə bölürsən. Deməli x vuraq 9 ilk öncə sağ tərəfi hesablayaq. 297'yi 9 dəfə 99 düşəcək. X da bərabərdir 11 eləyəcək. Və bu ədədin rəqəmləri cəmində tapın deyirsə 1 plus 1 bərabərdir 2 B variantı. Yəni sınav 12 mənə asan gəldi. Düşünmədim ki kimsə çətinlik çəkər. Burada 4'ə üstəgələk A-nın qiymətini tapıb, B-nin qiymətini tapıb A minus B cəmini tapmalıyıq. A minus B cəm deyirsə toplamalıyıq, amma bizə işarədə fərq verir. Deməli, bunun hər ikisini 2'ye vuraq. 8A üstəgələk 12 bərabərdir 100. 8A bərabərdir 88'e. A bərabərdir 11'e. A 11'dir. A 11'dir. Burada 58 çıxaq 3B bərabərdir 10 plus 5B. İndi onu bu tərəfə keçirsək 58'dən 10 çıxanda 48 bərabər 3B'yi sağ tərəfə keçirsək 8B. B də bərabərdir burada 6'ya. Və bizdən nə deyir? B də bərabərdir 6'dırsa bunların nəyini soruşur? Fərqini soruşur. Yəqin ki cəmi səhv yazıblar. Cavabımız eləyəcək 5. 11 çıxaq 6 bərabərdir 5'e. Sonra 9-cu sual. Rəqəmləri bir-birindən fərqli 4 rəqəmli ən böyük cüt ədəd aşağıdakı variantlardan hansına bölünə bilməz? Rəqəmləri bir-birindən fərqli 4 rəqəmli ən böyük cüt ədəd 9, 8, 7, 6. Ən böyük cüt ədəd budur. Aşağıdakilərdən hansına bölünə bilməz? 4'ə bölmək üçün son iki rəqəm 4'ə bölünməlidir. Baxaq görə 76 4'ə bölünürmü? Bir dəfə 4, 36, 9. Bəli, bölünür. Getdi.
6'ya bölünməsi üçün 2 və 3'ə bölünməlidir. Rəqəmlərin cəmi 3'ə bölünməlidir. Sonuncusu olmalıdır. 9'un isə 8 gələndə 17, 7 gələndə 24, 6 gələndə 30 bölünə bilir. Həm 2'yə, həm 3'ə bölünə bilir. 12'yə bölünməsi üçün 2'yə, 3'ə bölünməlidir. İndi baxaq 18'ə bölünməsi üçün 2'yə, 9'a bölünməlidir. 9'a bölünmə şərtinə də əsasən bu ədədlərimiz bizim rəqəmlərin cəmi 9'a bölünməlidir. Amma bu rəqəmlərin cəmi 30 elədiyinə görə 9'a bölünmür. Ona görə cavabımız olacaq D variantı. 10-cu sualımıza baxaq. 10-cu sualımızda deyir A ədədinin 0,8 hissəsi 576. Yəni A vurulsun 10/8 bərabərdir 576'dır. 576'dır. B ədədinin B vurulsun 5/2 hissəsi 360 olarsa, A bölək B ədədini nisbətini tapın. İlk öncə A'yı tapmaq üçün 576'yı böləcəm 10/8'ə. Bölmə şəklində olanda vurmaya çeviririk və sürət və məxərcin yeni dəyişirik. Olacaq 576 vuraq 8'də 10'a. 576'yı 8'ə bölsək 7 dəfə 56, 72. Ona da vuranda eləyəcək 720. A 720'dir. B'yi tapmaq üçünsə 360'ı bölürəm 5/2'yə. Bölmə olanda vurağa çevirirəm və sürət və məxərcin yerini dəyişirəm. 2'yə bölüb 5'ə vurur. 2'yə 2'də 5. 360'ı 2'yə böləndə 180. 180'i də 5'ə vuranda 0,44, 900. Eləcək bu da 900. YP də eləcək 900. Və 72 720 9'a böləndə 9'a böləndə 10, 9'a böləndə 8. 10/8 0,8 B variantı eləyəcək. Növbəti sualımızda Növbəti sualımızda 11-ci sualda deyir ki, ədəd oxunda A ilə göstərilən kəsrin modeli aşağıdakilərin hansına uyğun gəlir? 1, 2, 3, 4, 5, 6, 7. Deməli burada 1, 2, 3, 4, 5, 6. 2 tam 3 ilə 3'ün fərqi 2 tam 6'da 5'dir. 2 tam 6'da 5 bizim D variantımıza uyğun gəlir. Bax 2 tamımız buradadır. 1, 2, 3, 4, 5-ci nöqtəyə də A uyğun gəlir. 2 tam 6'da 5 bizim şəklimiz D variantına uyğun gəlir. 12-ci suala baxaq. A böyükdür 4 olarsa aşağıdakı kəsirlərdən hansı ola bilməz? İlk öncə biz bu kəsirləri qarışıq kəsirləri çevirək. 13'ü 4'ə böləndə tamımız 3 tamdır. Ola bilməz. A A variantı ola bilməz. 19'u 3'ə böləndə tamımız 6'dır. Ola bilər. 19'u 5'ə böləndə tamımız 3 tam ola bilməz deyir. 3 tam hardasa 5'də 4'dür də, 4'ə yaxındır. A 4'dən böyük olarsa 25 tamdır. 19, 5. 13'ü 4'ə böləndə 3 dəfə, 3 tam məsələn 4'də 1. 4'də 1 hara? Məsələn bu 3 tam 4'də 1'dir. Bu 3 tam 5'də 4'dür. Yəni 4 onlardan kiçikdirsə kəsrlərdən hansı ola bilməz? Bəli, ən balacasını götürürük. Ən balacasını götürürüksə burada cavabımız 3 tam 4'də 1 formasında A variantı olacaq. 13-cü sualı axtaraq tapaq. Hardadır? 13-cü sual buradadır. Deyir, satıcı əlindəki malın əvvəlcə 50%-ni, sonra isə qalan malın 10%-ni satdı. Ümumi neçə faiz mal satılmışdır? Bax, əvvəlcə ümumi faizi 100% götürək. 100%-in əvvəlcə 50%-ni satıbsa, malın 50%-i qalıb və sonra deyir, sonra isə qalan malın 10%-ni satdı. Yəni 50%-in 10% deyəndə çıxaq 10 bərabərdir 40%-ni satıb. Ümumi neçə faiz mal satılmışdı? Ümumi neçə faiz mal satılıbsa, deməli neçə faiz olur? 100'ün 40%-i 50%-in sonra isə qalan malın 10%-ni satdı. 50'nin 10%-i qalan malın 10%-ni 50'nin 10%-ni tapanda %10
5, 50'nin də 10%-ni satanda eləyəcək 45. A variantı. 14-cü sual. 14-cü sualda deyir, minliklərə qədər yuvarlaqlaşdırdıqda 42 min alınan ən böyük və ən kiçik natural ədədlərin fərqinin 3 mislini tapın. Minliklərə qədər yuvarlaqlaşdıranda 42 min alınan ən böyük ədəd yazıram 41.599'dur ya da 41.999'dur. 41.900 yox. Bu da olmur. Ən böyüyü 42.499'dur. Baxın, bu 4 2'yi dəyişmədiyinə görə yuvarlaqlaşdıranda yenə 42 min alınacaq. Mən bura 5 yazsam 43 minə keçir. Və ən kiçik ədəd olacaq 41.500. 41.500 yazaq da, çünki 5 biri dəyişəcək. 9, 9, 9, 999, 999'u da 3'e vuranda 27 2 hata 27 29 2 hata 29 2997 C variantı bizim doğru cevabımız eləyəcək. Sonra deməli gəldi 10-ci suala, 15-ci suala. 3'də 1 üstəgələk 5'də 1 üstəgələk 6'da 1 vuraq T əməlinin nəticəsi müsbət bir tam ədəd olduğuna görə T'nin ala biləcəyi ən kiçik natural ədədin rəqəmlərinin cəmini tapın. Deməli 3'də 1 5'də 1 6'da 1'ə ortaq məxrəc 30'dur. 30, 30'u 3'ə böləndə 5 plus 6 30'u 3'ə böldük əslində. 30'u 3'ə böləndə 10 plus 6 plus 5 eləyəcək 30'da 21. 30'da 21'dirsə və bu ədəd də deyir nədir? Vuraq T nəticəsi müsbət bir tam ədəd olduğuna görə 3'ə ixtisar eləsək 10, 3'ə ixtisar eləsək 7. Düzdürmü? Aha, buna 10 yazsam, bura 10 yazsam 10'dan 10 ixtisar gedəcək, 7 qalacaq. T'nin deyir, ala biləcəyi ən kiçik natural ədədin cəmi 10'dur və onun da rəqəmləri cəmi 1'dir. Bir ədəd alaq deyə məxrəcdəki ədədi yazdıq. 16-cı sual. Verilmiş şəkildə dairələr müəyyən hissələrə bölünmüşdür. Bu hissələrə müvafiq olaraq qarşılaşmada ifadələr verir. Aha, böyük hissə aynen ifadə olunur. Biz burada böyük hissəni birinci A gəlir. Aşağıya 2B. Bir dənə A böyüyə var. Sonra B hansı hissədir? 2 dənə B. 2 dənə böyük hissə var. Burada da 3 dənə böyük hissəmiz B'dir. Burada da bir dənə böyük hissəmiz. Elə bir yazırım. A üstə gələk B. 4 dənə də kiçik hissəmiz var. 4C. Baxın, burada böyük hissə A'yı göstərir. Bax, bu biraz böyük hissələr B'yi, kiçik hissələr isə C'yi göstərir. Bizim də bir dənə böyüyümüz, bir dənə kiçik, böyükdən biraz balaca, 4 dənə də kiçiyimiz olduğuna görə A plus B üstə gələk 4C bizim doğru cevabımızdır. Sonra 17-ci sual hesab əməlləridir. Aha, M üstə gələk belə buradan kənardan yazın. KLM üstə gələk 432. Bunu tapmaq üçün M 9 olsun ki 9'un üstə 2 yəni 11 bir yadda. Neçənin üstünə 3 gələndə 11 eləyir, bir də yadda 12. L 8 olsun. 11 bir də yadda 12 bir yadda. K1 olsun. 1'in üstə 4 5 bir də yadda 6. Deməli K olacaq 1, L olacaq 8, M olacaq 9. Buna əsasən 8 5 belə yazaq da. Heç neyinirik ki bu qədər əziyyət çəkib. Bu hissədə bu ədədləri tapmaq üçün 621'dən çıxıram 432'ni. Bərabər eləyəcək 189'a. İndi bunu tapmaq üçün fərzə RNT-yə x deyək. 895'dən çıxıram mən 547'ni. 15'dən 7 8, 8'dən 4 4, 7'dən 5 3. 348. Deməli R 3'dür. N R 3'tür. N 4'tür. T 8'dir. Kapyons N'ini soruşur bizden. N burada 4'tür. K'mız da 1'dir. Cəmləyəcək 5. Aydındır mı?
Deyirəm ki, heç bir çətinliyiniz yoxdur. Asan suallar kimi gəldi mənə. Riyaziyyat hissədimi, məntiq hissədimi? Hər ikisi asan gedir. Hələ ki, şifrələr mövzusudur. TEN 723, yəni burada büfen taş deməli. B hərfi 4'dür. 4 ilə başlayan 2 variantımız var. 2 variant getdi. B, Ü 8'dir. 4, 8, 2'dir. F ilə başlayan 9'dur. 4, 8, 9 ise variantımız C variantıdır. Ümumiyyətlə, şifrələr mövzusunda variantla işləməyi öyrənin. Digər variant uyğun gəlmirsə, üstündən xətt çəkin. Heç fikirləşməyə də dəyməz. 19-cu sual nə deyir? Məntiqə aiddir. Yanında 2 tilin kəsilib götürülmüş bir qutu verilmişdir. Bu qutunun açılışına uyğun olaraq variantı seçin. Aha. Bir hissəsi də kəsilib. Ön tərəfdən baxanda sağ hissə kəsilir. Yuxarı baxın. Yan hissələr kəsiləcək. Ön tərəf durur. Bence burada B variantıdır. B variantı daha çok uygun gelir. Belə qatdansa B variantından da çox C variantı uyğun gəlir. Çünki qatı bir dənədir. Burada belə olsa hər iki tərəfdən görsənərdi. Amma görürsünüz üzü görsənmir. Ona görə C variantı uyğun gəlir. Buna əsasən belə baxırsınız da. Bunlar bitişlərində bu ilə bu bitişəcək. Bir dənə ədəd bax bunu gətirə bilər. Ortadakı da bunun bir qatı ola bilər. Çünki yanaşı yazılıb. Bunun bu istiqaməti çevirib düzgün baxsaq C variantını alırıq. 20-ci sualda operatorlar kimdir? 2 ilə 3-dən 15 alır. 4 ilə 2-dən 18 alır. Deməli 2 dəfə 3 6 2'nin kvadratı 3 2'nin kubu 8 2'nin üstü 4 yox. Aha bak burada ulduzda 2 üstə gələk 3 vuraq 3. 2'nin üstünə 3'ü gəlir vurur 3'ə. 2'nin üstə 4 gəlir vurur 3'ə. 2'nin üstə 5 gələcək 7 vuracaq 3'ə. K eləyəcək 21. Bax bura yazıram. Bunları 2 plus 3 vuraq 3 şəklində hesablayırlar. Vuraq 3 formasında K 21 elədi. 8'in üstə 4 gəndə 12 3'ə də vuranda 36 L 36 elədi. M 3'ün üstə 3 gəndə 9 6 6'ını da 3'ə vuranda 18 eləyəcək. Deməli burada K plus M 21'in üstə 39 39'dan da 36 çıxanda 3 eləyir. Amma elə bir cavabımız yoxdur. Nəyisə səhv yazmışıq. Baxın burada. Deməli K 2'nin üstə 5 gəndə 7 3'ə vuranda 21 L 8'in üstə 4 gəndə 12 3'ə vuranda 36 M 3'ün üstə 3 gəndə 6 3'ə vuranda 18 burada K plus M K plus M minus L yəni 21 üstə gələk 18 çıxaq 36 Aha. 21 üstə 18 gəndə 39 39'dan da 6 çıxanda 3. Yaxşı 18'den 36 çıxanda mənfi 18 21'den 18 çıxanda 3. Elə bu cavabımız yoxdur. 20-ci sualda səhvli olduğunu düşünürəm. Yəni bütün şərtlərimizi bu ödəyir. Amma cavab niyə alınmır bilmirəm. 21-ci sual aşkar operatorlardır. Burada A-nın qiyməti 5 4'dür. Birinciyə əsasən. Birinciyə əsasən A5 5 vurulsun. Mötərizə içərisində 4 çıxaq 1. 5 vuraq 3 15. Birinci ifadəmiz 15. İkinci 7 3'ə əsasən 7 vurulsun. 3 çıxaq 1 2. O da eləyəcək 14. İkinci ifadəmiz 14'dür. 3 bucağa əsasən də 2 vurulsun 15 çıxaq 14'ə. Bərabərdir 30 çıxaq 14 bərabərdir 16'ya. 16 da bizim
B variantımız da var. 22-ci sualımız. 22-ci sualda deyir, sima qarşılıqlı üzləri cəmi 7 olan 8 standart səhəri şəkildəki kimi düzür. Sonra boş qalan yeri aşağıdakı zərdən hansı yerləşməlidir? Aha, rəqəmlərinin cəmi 7-dirsə, baxın, biz hansı üzü yerləşdirə bilərik? 6-nın tərəfinə 1 düşməlidir. Elə bil, buradakı zərləri götürüb bura qoyacaq. Ona görə də bizə görsənməyən hissə hansı olacaq? 7 olmalıdır, bizə görsənməyən hissə 5 olmalıdır, bir də 1 olmalıdır. Bu görsənə bilməz. A variantı getdi. Çünki 2-nin qarşısında qarşı üzlər deyir də, düzdürmü? Qarşı üzlər deyirsə, 5-in arxasını gəlin baxaq görək. 5, 3. Deməli, rəqəmlər cəmi 7 olur. 4, 3 buradadırsa, 5, 2 buradadırsa, 1, 6 buradadır. 1, 6 burada, 4, 2, 4, 3 oradadır, 2, 5 oradadır. Hansı yerləşdirməlidir? 8 sənə 7 yerləşdirdikdən. Aha, bak burada 1 olmalıdır. Görürsünüzmü? Burada hər biri məntiqi tutmaq lazımdır. Burada hər biri 5 olmalıdırsa, bizə görsənən tərəf 5 olacaq. A variantı. Burada hər tərəf 1 olmalıdırsa, burada hər tərəf 1 olacaq. Və yuxarının hər tərəfi 3-dürsə, amma bizə yuxarıda 3 verməlidir. Bax, üst tərəfi görürsünüzmü? Bu üst kublarımız, aşağıdakı kublarımız 4'dür. Və deməli, bizim yuxarıdakı kubumuz A variantı olacaq. Baxın, bunun aşağısındakı hissə ilə yuxarısındakı hissə eynidir. Qarşılıqlı üzər cəmi 7 olan 8 standart sayı kimi kub düzülür. A variantı kimi götürə bilərik. 23-cü sualımız. 23-cü sualımızda nə deyir? Deyir ki, variantlarda verilmiş puzzle parçalarının hansını yandan verilmiş kvadratlara yerləşdirmək mümkün olmaz. Aha, mümkün olmaz. Baxaq. Bunu yerləşdirmək olar. Bunu A bəndini bura. Bax, eləcə yazacağım buradan. Biraz kiçik ifadələrlə. Bax, bu hissəyə onu yerləşdirə bilərəm. Bu C'yi bura yerləşdirə bilərəm. D. B'yi buraya yerləşdirə bilərəm, amma D yerləşmir. D'nin hər iki çıxıntısı bizim şəkildə hər iki tərəfi çıxıntı olan D buranın şəklidir ki, bax, D buranındır. D buranındır. A da buranındır. Gözləyim bir dəqiqə. D'yi tapdıq, A'yı tapdıq. C'yi çevirsək, C də buranındır. B variantının şəkli yoxdur. Yox, B'yi bir dəqiqə. Yine karıştırdım. Bu D'di, bu A'dı. Bura C, B'di. C variantının çıxıntısı yoxdur. Bəli, C variantı uyğun gəlmədi. Bu şəkildə bir də baxaq. Deməli, biz bunu necə çevirsək? Bu şəkildə çevirsək, elə bunu belə çəksək, çıxıntısı belə olsa, A variantı kimi çevirsək uyğun gəlir. Bura A variantı. Sonra bu şəkildə bura yerləşdirmək mümkündür deyəsən. Yoxsa yaxında mı bir-birinə? Sonra B variantını çevirsək,
B variantı da uygun gelir. A variantı da her ikisini ters çevirsek. A variantı demiş olur. Bence C variantı. D variantı uygun gelmir. Çünkü bu hisseyle bu hisse bence arasındaki fark eyni değil. Ben D variantı götürürüm. Ama şəkillər birbirine çox oxşuyur. 24-cü sualda operatorlar mövzusudur. 3 bucaq bax görək hansı məna verir. 3 bucaq 7 2 7-dən 2 çıxıb kvadrata yüksəldib 5-dən 3 deməli 3 bucaqda fərq kvadrat. 3 bucaqda fərq kvadrat. Dairədə də toplama. Bura qeyd edirəm. Toplama. İndi 95'i tapanda 9'dan 5 çıxırıq 4, 16, 4'ün kvadratı, 9 1 çıxılsın, 9'un üstə 1 gəndə 10, üstə gələk, 3'ün üstə 3 gəndə 6, bərabərdir, 16 çıxaq, 16 bərabərdir 0, A variantı. Növbəti misalımız 25-ci misaldır. Nə deyir? Burada aşağıdakı şəkildə standart zərin ox istiqaməti üzrə trayektoriyası verilmiştir. Ox istiqaməti üzrə hərəkət edən zərin lövhəyə düşən üzlərinin cəmi birinci şəkildə A, ikinci şəkildə B, üçüncü şəkildə C əldə edilir. Aha, müqayisə edin deyir. Birinci 5 üzərinə gəlir. Cəmi 7 isə bu 5'in arxasındakı bura 2'dir. 2 bir xərcini eləyək. Bura 2'dir. 5 bu tərəfə gedəcəksə 2 üstə qalacaq və 5'i bax sonra bura 5 gələcək. Bura 2 gələcək. Görünən üzü deyirəm ha. 2'yi də bu tərəfə çevirsək 5'in üstü 2'dir. 2'yi də bu tərəfə çevirsək nə olacaq burada? Bu 3'dürsə 4. 5 bura gəlirsə 2 yuxarısına gedir. 2 yuxarısına gedir. 3 qarşıdadır. Bir dəfə də 5 çevirsə 2 qarşıya düşür. 5 çevrilir. 3 qarşı doğru çevriləndə gözümdə canlandıra bilmədim. Deməli baxın burada 5 burada yuxarıda 2 olur. 2 qarşıya gələndə 5 arxadadır. Bir də belə variantda burada gələcək. Bax belə 3'ün arxasındakı 4. 5 gələndə 2 yuxarıdadır. 2'nin aşağısında 5. 2 yuxarıdadırsa qarşıda 3'dür. 3'ün arxasında 4. Bir dəfə də çevriləndə 2 qarşıya gələcək. Arxada 4 olacaq. Bir dəfə də çevriləndə 1. Gəlin bunu çevirək. 2. 2'nin arxasındakı bir dəfə çevirəndə öndə 3, yuxarıda 5. Bir dəfə çevirəndə 5. Yuxarıda 5. Bir dəfə də çevirəndə 5. Arxasında 1 ola bilər. Deməli 3'ün yuxarısında 5'dirsə bir dəfə 3 qarşıya gələndə 3. 3'ün yuxarısında 5. Sonra 3'ün arxasında 4'dür. Sonra bir dəfə də çevirəndə bax burada öndə 3 olacaq, yuxarıda 5. Bir dəfə çevirəndə 5, yuxarısında 4. Burada tərsinə çevirəndə görünən üzü burada 5'dir. Bax burada 5'dir. İkincidə 6'yı çevirirsə 6'nın üzərinə gəlirsə 3 görsənəcək. 3'ü də sonra 3 görsənəcək, yuxarısı 1'dir. Bura gələndə 3 görsənəcək burada. 3'ü də bir də çevirəndə yenə 3 görsənəcək. Çünki sola sağa çevirməkdir. Bir dəfə çevirdi, yenə 3, yenə 3. 3'ü də tərsinə çevirəndə burada 2 görsənəcək. Bizə nə deyir? Lövhəyə dəyən üzlərinin cəmi neçədir? Lövhəyə dəyən üzlərinin. Bizdən onu soruşur. Deməli, lövhəyə dəyən üzləri burada 2'dir. 2'dir. Sonra gələcək. Bir də çevirsək 3'dür. 3'ün yuxarısında 5, 2 gəldi bura. Sonra 2 gələndən sonra 3 dəyəcək bura. 3'dən sonra 3'ün yuxarısında 3 gələcəksə
2'nin yuxarısında 5'dir. Bax burada aşağıda 2 olacaq. 2'nin yuxarısında 2 3 gələcək. 3'ün də yuxarısında 5 olacaq. 2 3 5 formasındadır. 2 3 gələcək. 2'nin arxasında 5'dir. Bence burada 6 yazaq bura. 2 3 6 5 11 bu 3'üncüdür. Burada dəyəcək 6 6 dəyəndən sonra 5 5 də dəyəndən sonra bir dəfə də o birisi bir dəfə 5 gəldi, bir dəfə 5 gəldi 4. Eləcə 15. C bir ikinci üçüncüdən böyükdür. B-dən böyükdür. Birinci şəkildə də 5 5'dən sonra 3 5 3 5 gələcək, sonra 3 çevriləcək, 3'ün arxasındadır, sonra 1 məncə. 8 9. Kiçikdir. Baxaq. Nəysə düz yazmırıq. Birincidə deməli bura bu nöqtəyə 5 gələcək. Sonra bir dəfə çevriləndə də 3 5 3 3 gələcəksə 6. A-dən böyükdür, B-də C-dən böyükdür. C bəndi. Burada da 6 olacaq. 6 nöqtəsi gəlib dəyəcək. Yəni şəklin fırlanmasından asılıdır bu nöqtəmiz. 25-ci sual qəşəng təsvir etmə kub mövzusundandır. Qəşəng təsvir etmə tələb eləyir. 26-cı sual. Yandakı şəkil bir mərhələnin yuxarısının görünüşüdür. Ədədlərin yazıldığı hissələr yor ayrıcılarıdır. Ox istiqamətində bir nəfər məhəlləyə daxil olur. Cüt nömrəli yor ayrıcılarının sola dönür. Nədir? Cüt nömrəli yol ayrıcılarından sola dönür. Cütdən sola dönürsə sola. İzləyən şəklə uyğun yolunu davam etdirərsə, 2 rəqəmli yol ayrıcılarında düz irəliləyir. Cüt rəqəmlər sola dönür, 2 rəqəmlər də sola dönür. 6'ya çatan sola dönəcək. Ən tez çatacağı nöqtə C-dir. Sağına dönür. Deməli 8 6 sonra sağına, sağa 5 sağa. D nöqtəsi yoxdur mu? Bax, mən deyirəm ki, bu 1'dən daxil olsa, gələcək 11'ə və yaxud da ki, buradan daxil olsa, 1'dən daxil olsa gələcək tək rəqəmlilərdə sağına dönür, düzdürmü? Buradan giriş nöqtəsini çevirək. Davam edirəm. Bax, şəklə yuxarıdan aşağı baxıram. Tək nömrələrdə 1'dən daxil oldu. Tək nömrələrdə sağa dönür. Sağa döndü. Tək nömrədir. Hansı tərəfə? Sağa dönür. İrəliləyirik də. Tək nömrələrdə neçədir? 4'dür. İrəlilədi, tək nömrədə sağa döndü. Bu da oldu tək nömrə. Tək nömrədə neyir? 2 rəqəmlilərdə düz irəliləyir, cüt rəqəmlərdə sola dönür. Cüt rəqəmlərdə düz, sağlarda cütlərdə sola dönür. Cütlərdə sola dönür. Təklərdə bu şəkildə boy başdan başladıq. Belə gedək. Onu düz geçir. 8'də cütlərdə neyniyir? Soluna dönür. Sola dönür. 5'də sağa dönür C. C nöqtəsinə çatacaq. Yine C formasında aldım. 27-ci suala baxaq. Ananın yaşı 2 uşağın yaşları cəminin 2 mislindən 8 yaş azdır. Ananın yaşı 2 uşağın yaşları cəminin mislindən. Bax, X bir uşağın X.
İkimizdən 8 yaş azdır. 4 il önce ananın yaşı bu iki uşağın yaşları cəmindən 21 yaş çox idi. Deməli, ananın yaşı iki uşağın yaşları cəmindən ikimisindən 8 yaş azdır. 20 deməli 2 x minus 8 bərabərdir x-a. X bərabərdir 8 isə 4 il öncə deyirsə x da minus 4, x da minus 4. Bu iki uşağın yaşları cəmindən 21 yaş çox idi. Yəni bu yaşları cəmi eləyirsə 2x 2x minus 8, 2x minus 8 bərabərdir 21 minus 8. 2x bərabərdir. Bu şəkildə alınmır. Deməli. Bir dəqiqə. Aha, deyir ki, ananın yaşı iki uşağın yaşları cəminin 2 mislindən 8 yaş azdır. 4 il önce ananın yaşı bu iki uşağın yaşları cəmindən 21 yaş çox idi. Verilənlərə əsasən hazırda bu iki uşağın yaşları cəmi neçədir? Ana, bir də iki uşağı var. Uşaq. Ananın yaşı, bunlar x-dırsa, yaşları cəminin 2 mislindən 8 yaş. 2x çıxaq 8, düzdürmü? 4 il önce hərəsindən 4 çıxıram. Ananın yaşı bu iki uşağın yaşları cəmindən 21 yaş çox idi. İndi bax, 21 yaş çox idi. Bunların cəmindən. 2x minus 8, 2x minus 8, 21 yaş çox idi deyir, plus 21. Burada 2x plus 13 eləyir mi? Deməli, üstə gələk 2x plus 13. Düzdürmü? Bunu bərabərləşdirsəm, olacaq nə? 2x plus 13'ə bərabər eləsəm, hal-hazırda bu iki uşağın yaşları cəmi neçədir? Deməli, ananın indiki yaşından, ümumiyyətlə yaşından 2x minus 12, bunları ümumi toplasam, 2x minus 8 bərabərdir 2x plus 13. Aha, bu şəkildə alınmayacaq, çünki 2x-dən ümumi ixtisar gedir. Deməli, biz bunu necə tapaq? Bəlkə rəqəm qoyaq. Deməli, nə edirik biz burada? Ananın yaşı iki uşağın yaşları cəminin ikimisindən 8 yaş azdır. 4 il önce ananın yaşı bu iki uşağın yaşları cəminin 21 yaş çox idi. 4 il önce ananın yaşları cəmindən. Belə yazaq bunu. X, ananın yaşı x minus 4. Yaşları 2 ildən. Ananın yaşını ümumiyyətlə. Yazım nə? 2x minus 8. 2x minus 8, daha doğrusu 8 yaş azdır. Uşaqların da x minus 4, x minus 4. 21 yaş çox idi. Yaşları cəminin 21 yaş çox idi. İndi, deməli, mən yazıram nə? Uşaqların yaşlarını tapmaq istəyirəm də. Ananın yaşı. Neyse, bunu vaxtımızı itirməyək. Sonra baxaram, ayrıca izah eləyərəm sizlərə, qeyd edəcəm nömrəsini. 48 kiloqramlıq və 60 kiloqramlıq 2 isə düyü bir-birinə qarışdırılmadan, heç bir əlavə edilmədən bərabər miqdarda paketlərə doldurulur. Hər paketə bərabər çəkilərdə düyü olduğunu bilərək ən az neçə paket lazım olduğunu tapın. Bir-birinə qarışdırılmadan. 48'i nə edir? Paketlərə doldurulur. 48'i məsələn bərabər eləsək, əbabını tapaq bəlkə bunu. 48'in 60'ın əbabını tapsaq, 48'in 2'yə kənarda tapın. Ekranı yazıb doldurmaqdan çox xoşum gəlmir. Deməli, 48'i bölənləri 2'yə 24, 2'yə 12, 2'yə 6, 2'yə 3, 3'ə 1, 60'ın 2, 12'dir. Deməli, hər birində bölünmə paketlərə doldurulur. 12 paket lazım olur. Əbabını tapdıq.
Sonra 29 şəkildə verilmiş matruşkalar tahtadan düzəldilmiş oyuncaq fiqurlardır. Hər fiqur özündən böyük matruşkanın içində olur. Ən böyük fiqurun içərisində 5 kiçik fiqur yerləşə bilər. Ən kiçik fiqurun boyu 2 sm və hər fiqurun boyu əvvəlkinin 2 misli olarsa, ən böyük fiqurun boyu aşağıdakı variantlardan hansıdır? Bu 2-dirsə, bu 4-dür. Boyu 2 sm, əvvəlkinin 2 misli olarsa, bəli. Bu 2-dirsə, bu 4-dür, bu 8-dir, bu 16-dır, bu da 32-dir. Cevabımız C variantı. 30-da kırmızı ve sarı xanalardan istifadə edilərək şəkildəki kimi naxışlar düzəldilmişdir. Bu naxışlarda 24 adet kırmızı xana istifadə edilmişdirsə, sarı xanaların sayını tapın, müəyyənləşdirin. 1, 2, 3, 4. 4-cü xanadan sonra bir dənə qırmızı işlənilir. 1, 2, 3, 4-cü xana. Aha, deməli 24 dənə qırmızıdırsa 24'ü 4'e vururuq. 6. Bir yadda 96. 96'dan da ortaklarını çıxıram. 24 tane ortakları var. 72. Elə bir bax burada 1, 2, 3, 4. Dördüncü bundan bitirsə bundan da başlayır. Ona göre 24 tane kırmızı varsa elə 24'ünü də çıxıram ki ortakların sayını çıxım. Bu da eləcək ki 72 B variantı. 30 tane sualın izahının sonuna geldik. Ümid edirəm başa düşdünüz. 27. sualı ayrıca izah edib qruplarınıza göndərəcəm. Bu arada bizim bu kitabımızda izah qrupumuz var. 7 manat təşkil edir. 7 manatınızı ödəyirsiniz və bu sınaq onun həm video şəkildə, həm PDF izah şəklində qruplarınıza göndəririk. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar.